Bu oyun haqda nə düşünürsünüz? Çox çətin, amma yaxşı oyun idi. Məncə bu komanda Qarabağdan sonra liqadakı ən güclü komandalardan biridir. Amma açığı razı deyiləm. Çünki biz hər zaman qələbə qazanmaq istəmişik. 3 xal əldə etmək istəyirik. Növbəti oyuna daha yaxşı hazırlaşmalıyıq ki, öz bacarıqlarımızı daha yaxşı göstərə bilək. Növbəti oyununuz Ajax komandasına qarşı olacaq. Onların növbəti mərhələyə çıxma şansı yoxdur. Amma sizin şansınız yüksəkdir. Bu barədə nə deyə bilərsiniz? Qarşıda hələ 3 oyunumuz var. Minimum 3 və ya 4 xal toplamağı planlaşdırırıq. Amma ümid edirəm ki, bütün oyunları uda bilərik. Hər qarşılaşma çətindir. Hər növbəti rəqib güclü komandadır. Ajax da çox güclü komandadır. Ola bilsin bu mövsüm çox oyun qazanmayıblar. Amma bu yenə də Ajaxdır. Ajax Amsterdam. Son sual. Adınızın Borussia Dortmund klubu ilə hallandığını gördük. Dünyanın ən yaxşı komandalarından biri ilə adınızın çəkilməsi sizi qürurlandırırmı? Düzünü desəm, bunun doğru olub-olmadığını bilmirəm. Heç kim mənimlə bu barədə danışmayıb. Ola bilsin, bu məlumat doğrudur. Ümid edirəm ki, elədir. Çünki düşünürəm ki, bir çox futbolçu böyük klublar və dünyanın ən güclü liqalarında oynamaq arzusundadır. Ümid edirəm ki, gələcəkdə mən də böyük klublarda çıxış edəcəyəm.